Gəlin sizlərə say sistemindən belə bir misala baxaq. Deməli, şərtimizi oxuyaq. Onluq say sistemində verilmiş 238 ədədi 16-lıq say sistemində təsvir olunarsa, ədəd hansı rəqəmlə başlayır? Biz ilk öncə yazırıq 238, sonra bu ədədi 16-ya çevirmək üçün 16-ya bölməliyik. Amma biz 16-lığı bu cür təsvir etməliyik bölmək üçün 204 kimi. Bu bunun yəni qaydasıdır. Biz əgər məxrəci 204 kimi təsvir ediriksə, sürət də buna uyğun olmalıdır. Yəni 204, 204. Amma sürətimizi biz bu zaman parçalamış oluruq. Və deməli, mötərizənin kənarında hansı ədəd olur? 34 tam necəsə, amma biz 34 yazırıq. Yəni 4-ü 34-ə vurduğumuz zaman bizə nə verir bu? 136. Baxırıq ki, 2 dənə ikimiz burada əksi idi. Bunu da vururuq nəyə? 202-yə. Düzdürmü? Deməli, misalımız bu cür yaranır. Sonra isə həll etmək üçün 204-ləri ixtisar edirik. Amma buradakı 202-ni yazırıq buraya, yəni 4-ü. 4-ün sonuna isə biz nə yazacağıq? Burada 34, 34 nə 0 deməkdir. Yəni sıfırları bura yazırıq. Deməli, bizim ədədimiz alındı, bax bu cür. Bizdən də nəyi soruşur? Ədəd hansı rəqəmlə başlayır? Ədəd 4 rəqəmi ilə başlayır.